Salam Leyla xanım. Salam. Qəbul etdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Xoş gəlmisiniz bizim podkastımıza. Biz ilk öncə mən bir podkast haqqında qısa məlumat verim. Bizdə podkast səhnə arxası adlanır. Niyə səhnə arxası? Çünki biz nə olursa, nə hadisələr baş verirsə, bizim gözümüzün önündədir, amma arxa planda baş verənlərdən çox adam xəbərsiz olur. Məsələn, elə bizimki mövzumuz da klinik dietologiya haqqında olacaq və sizin burada qəbul etdiyiniz müştərilər, insanlarda olan problemlər. Çünki bizdə elə mənə özümə də maraqlıdır bu mövzu. Çünki tək Azərbaycanda yox, dünyanın özündə də kökəlmə, arıqlama kimi belə problemlər var, yuxusuzluq, qidalanma rejimi pozulur. Xüsusən Qərbdə, Amerikada fast food yeməklər falan. Birinci mənə maraqlıdır bu verilişdə siz verəcəyim sual. Klinik dietologiya nədir? Klinik dietologiya dərmanla deyil də qidalarla xəstəliyə özəl yanaşmağı bacaran, qidalanma ilə xəstəliyi daha yüngülləşdirən və hətta sağaldan bir mütəxəssisə deyilir. Yəni dietoloq qidalanma mütəxəssisidir. Klinik dietoloq isə xəstəlikdə qidalanma tərtib edə bilən şəxsə deyilir. Elə belə deyək, ilk öncə onu deyək, biz elə Ramazan ayındayıq. Sahura qalxanlar da olur, qalxmayanlar da olur. Belə deyək, axşam elə insan var ki, məsələn, elə anlar olur ki, məsələn, yorğun olur, qalxa bilmir, ya da axşam nə yeyirsə onu yeyir. Bu rejim zərərli tərəfləri çoxdurmu, azdırmı, düzgünmü edirlər? Səhər durdusan, ilk öncə onu deyim, əlavə olaraq deyim, səhər mən durdumsa, nə yeməliyəm, necə yeməliyəm? Əgər dura bilməyən insanlar axşam yeyirsə, onların rejimi necə olmalıdır? Çox gözəl mövzuya toxundunuz. Hazırda da Ramazan ayındayıq. Hər birimizi bu Ramazan ayına qovuşduran Allahımıza şükür. Ramazanda qidalanma çox önəmlidir. Əslində oruc halda qida qəbul etməmək çox asandır. Əsas məsələ iftarda necə davranacağımızdır. Çünki hər şey artıq önündədir. Məncə əsas sınağımız orada başlayır. Əsas imtahan iftardan sonradır, amma biz şuursuz şəkildə qidalarımızı qəbul edirik. Nəsə iftara birazdan toxunarıq. İndi bu sahurda biz necə imsakda qida qəbul etməliyik ya yox. Əslində metabolizmanın zəifləməməsi üçün sahur mütləqdir. Sahurda bərəkət var. Bu sözü də əbəs yerə deyil. Sahurda ən azından iştahınız yoxdursa, ən azından istiyə yaxın ilıq su qəbul edin. İstiyə yaxın qəbul etməyiniz məsləhətdir ki, orqanizmi isti su daha yaxşı təsir edir və mədədən gec tərk edilir. Siz içdiyiniz və suyu oturulu içmək deyə bir termin var. Bu olsa daha yaxşı olar. Təbii ki, Rəsulullah ayaq üstə də içdiyi olub, oturulu da içdiyi olub, amma daha yaxşı olar ki, sahurda əgər qida qəbul etmək istəmirsinizsə, istiyə yaxın ilıq su qəbul edin. Amma yaxşı olar ki, zülaldan zəngin, lifdən zəngin qida qəbul olsun. Bu da daha yaxşı yumurta və yanında bir miqdar yaşıllıq, təbii ki, mövsümü yaşıllıqdan, tərəvəzdən söhbət gedir. Bir miqdarda əgər qidaya qarşı, süd məhsullarına qarşı hər hansı bir həssaslıq yoxdursa, süd məhsulları da zülal dəstəkçisi ola bilər bizə. Sahurda uzun sözün qısası lif, yəni göyərti, zülal, yumurta və bir miqdar içərisində var zülal, həm də kalsium və sair vitamin, mineral, kəsmik pendir ola bilər. Bir ovuc çərəz də qəbul edə bilərlər. Bu gün ərzində rahat toxluq təmin edəcək, yorğunluq, baş ağrısı olmayacaq və su miqdarına da mümkün qədər önəm versinlər ki, ən azından 2-3 stəkan sahurda, 4-5 stəkan iftarda sularını qəbul etsinlər. Su mütləqdir insan orqanizmi üçündə. Bəli. Və siz bayaqlar toxundunuz, bizdə dilimizdə hədis də var, suyun və qidanın qəbul edildiyi zamanda oturaraq yeməyi. Çünki yanılmamsa o mədə insan ayaq duranda, yəni suyun qəbulunda və qidanın qəbulunda mədə forması olaraq dəyişir. O həzmi qida həzmdən keçməyən birbaşa bağırsağa ötürülür deyə. Ona görə ayaqsa suyun içilməsi və qidanın qəbul edilməsi qəbul edilməzdir. Çünki o
həzmsiz gedərsə, yəni sonra bağırsaqda problem yaradır, həzmdə problemlər yaradır. Və çox gözəl qeyd edildiniz, sahurda yeməklərin, qidaların, bəs iftarda necə? İftar dediyim kimi, oruc vaxtı qida qəbul etməmək, biz artıq bunu bir mənalı olaraq qəbul edirik və orucluykən heç bir su, qida məsələsi bizim diqqətimizi çəkmir. Mənə görə əsas oruc iftardan sonra başlayır. Çünki həqiqətən biz bir mənalı olaraq qəbul edirik ki, mən orucam, qida qəbul etməyəcəm. Amma əsas oruc iftardan sonra niyə başlayır? Nəfs mübarizə başlayır o an. Sən ya süfrədəki olan hər bir qidadan, hər bir təamdan düşünmədən, şuursuzca, çünki bütün gün ac qalmısan, qəbul edəcəksən, ya da bir 3-4 saniyə biraz bir düşünüb ki, düşünməyə onu bacaracaqsansa çətin olur. Bütün gün orqanizm acdır və bir müəyyən qidalar qəbul etmək istəyir. Mən təklif edərdim ki, iftarınızı açdığınız an suyunuzu qəbul etdikdən sonra 10-15 dəqiqə sonra ibadət ola bilər, yaxud da bir 10-15 dəqiqə fasilə olmuş ola bilər. Daha sonrasında şorbasını qəbul etsinlər. Şorbadan sonra bir 5-10 dəqiqədə o zaman fasilə verib yavaş-yavaş başlasınlar zülal qəbulundan. Salat, tərəvəzlərə yönəlsinlər. Karbohidratı ən sona saxlasınlar. Karbohidrat deyəndə biz çörək Karbohidrat deyəndə həm çörəyi nəzərdə tuturuq, axşam vaxtı bişən plovu nəzərdə tuturuq, qarabaşağı, bulquru, kompleks karbohidratlar olsa da bunlar karbohidratlı qidalardır. Ona görə müəyyən toxuluq təmin edəcək su qəbulundan sonra 10-15 dəqiqə fasilə, daha sonrasında şorba, daha sonrasında zülalla qidaya başlayıb, liflə davam edib karbohidratla sonlandırmaq. Bu zaman artıq şuurlu şəkildə bir qidalanma qəbul etmiş olacaq, qidalanmış olacaq. Yəni çox rahat da əslində ilk günlər ola bilər ki, çətin olsun buna əməl etmək. Yenə deyirəm, nəfs mübarizə insan üçün ən çətin bəlkə də əməl olunası əməllərdəndir. Yəni çətindir buna əməl etmək, amma bacararıq. İnsanoğlu nəyi bacarmaz ki? Qidalanma çox asandır əslində. Ac qalmaq deyil. Pəhrizi bəzən insanlar ac qalmaq kimi görür, ancaq pəhriz ac qalmaq deyil. Pəhriz sağlam qidalanma, orqanizmin ehtiyac duyduğu vitamin, mineralları düzgün şəkildə orqanizmə göndərməkdir. Ac qalmaq deyil. Nə ifrat sərbəst qidalanma növüdür, nə də qadağalarla doludur. Sağlam qidalanma təəssüflər olsun ki, illər öncəsində yanlış təbliğ edilib bizə, yalnız göyərti, su və yaxud bu formada. Sadəcə olaraq mən bunu demək istəyirəm ki, insanlar sağlam qidalanmadan qorxmasın. Sağlam qidalanma, ac qalmaq yox, nə ifrat sərbəstlik, nə də qadağalardan ibarət bir qidalanma çeşidi deyil. Təəssüflər olsun ki, bizdə biraz qorxudurlar. Bunu bizdə belə də aralıq orucu deyilən terminlər var dietada. Amma məsələn dində bunu adiyyəti yoxdur. Dinin tamam fərqlidir. Var məsələn Ramazan ayına qədər və Ramazan ayından sonrakı dövrlərdə hər ayın orta 3 günləri deyilən oruclar var və həftənin 1-ci, 4-cü günləri tutulan oruclar var ki, bu məsləhət olardı ki, insanlar Ramazana qədər bir neçə ayki dövrdə bunu mütəmadi olaraq istifadə eləsinlər ki, biraz orqanizm ölgəşsin. Birdən-birə bu rejimə düşəndə çox adamda təzyiq problemi yaranır, baş ağrılar falan, yuxusuzluq falan. Siz qeyd etdiyiniz kimi ifrat dərəcədə iftar vaxtı belə, yəni baxmırlar, necə yeyirlər. Bu aralıq orucu deyilən termin, o necə olur, necə tənzimlənir? Yanılmıramsa 12 saatdan biridir, ya 10 saatdan biridir, belə bir. Sonra su diyetası deyilən bir şey var. Onlar doğrudurmu, yanaşma necədir bunlarda? Ümumiyyətlə çox gözəl vurğuladınız ki, insanlar il ərzində 11 aya qədər, Ramazanımıza qədər bir neçə dəfə oruclar tutsunlar. Normalda, yəni mən özüm buna da əməl edirəm. Adətən çalışıram 1-4-cü günlər ilə oruc olum. Bəzən olur 2-3-cü günlərdə oruc ola bilirəm. Bəzən olur bütün həftəni oruc tuturam. Biri var aralıqlı oruc. Burada gündə 2 dəfə qidalanmadan söhbət gedir. Arada bir müəyyən bir fasilə olur, qidalanma saatı olur və s. Qida saatında istədiyin qədər yeyə bilərsən ki, insanlar buna yanlış əməl edir. Ümumiyyətlə heç bir qidalanma növü hər kəs üçün uyğun deyil.
Bəzisində insulin dirənci ola bilər, bəzisində hormonal problem ola bilər, bəzisində zob ola bilər, xaşimat ola bilər və s. Hər kəs qulaqdan qulağa eşitdiyi, sosial mediadan gördüyü, filan kəs elə də arıqladı, aralıqlı orucla 15 kilo verdi, mən də edim. Bu tamamilə yanlış yanaşmadır. Hər bir sağlam qidalanmanı bizə vəd edən, məsələn, aralıqlı oruc olsun və s. başqa diyet növləri olsun. Bunlar özlüyündə sağlam qidalanmanı bizə təqdim edir. Amma bu o demək deyil ki, biz aralıqlı oruc sağlamdır, biz məsələn buna əməl etməliyik. Sizə faydalı ola bilər, mənə yox. Bəlkə mən gündə 4 dəfə qidalanmalıyam. Bəlkə siz 2 dəfə qidalanma kifayətdir. Bəlkə mənim fiziki aktivliyim çoxdur, mənə 5 dəfə qidalanma lazımdır. Bəlkə siz çox passivsiz, sizə 1 dəfə qidalanmada bəs eləyəcək. Bəlkə mənim metabolizm sürətim tamamilə fərqlidir. Yəni qan qrupu, metabolizm sürəti fərd olaraq biz fərqliyik. Aralıqlı oruc sağlam qidalanmadır. Mən bunu yenə deyirəm, bəzən bir termin arzu elədi, 15 kilo arıqladı, Leyla eləyəcək. Bəlkə arıqlamayacaq. Bəlkə yox, ümumiyyətlə hər bir insan öz orqanizmisinə görə qidalanmalıdır. Öz orqanizmisini dinləməyi bacarmalıdır. Bacara bilmirsə bunun üçün testlər var, analizlər var. Yaxşı olar ki, insan özünün, bədənin göndərdiyi siqnallar var. Biz onu duyaq. Bunun üçün də fikrimiz başqalarında yox, özümüzdə olmalıdır. Öz bədənimizdə, diqqətimiz öz bədənimizdə olmalıdır ki, gedən prosesi, gedişatı, bizə göndərdiyi siqnalları, acam-mı, toxam-mı, haram ağrıdı, buram niyə ağrıdı, bunları duymaq üçün gərək həqiqətən fikrimiz, zehnimiz öncə bir özümüzdə olsun. Aydındır. İnsan ümumiyyətlə tək Azərbaycanda yox, xüsusən Azərbaycanda, amma insanlar çoxsu bədənini tanımır. Bəli, təəssüf ki. Təəssüf tanımır. Çünki yemək yedikdən sonra və ya su qəbul etdikdən sonra yanılmamısa bir neçə dəqiqə sonra beyinə siqnal çatır, doydum siqnalı çatır. Bunu çox adam dərk eləmir, dərk eləsə də qəbul eləmir. Ha, qoy qiyim ağzından öldürün, qoy yiyim. Bəli, hissiyat biraz zəif də olar da. Siz bayaqları insulin dirənci qeyd elədiniz. İnsulin dirənci nədir və bu yanılmamısa şəkər xəstəliyinə aidiyət olan bir şeydir. Buna bir dənə zəhmət olmasa toxunardıq. Bu biraz geniş, ətraflı məlumat verərdi, zəhmət olmasa. Tamam. Ümumiyyətlə insulin dirənci necə olur, meydana gəlir? Gəlin ondan birinci danışaq. Biz gün ərzində toplum olaraq daha çox sadə, bəsit karbohidratlardan ibarət qidalanırıq. Bu da daha çox burgerlər, dönərlər, fast foodlar və s. qan şəkərimizi anidən yüksəldən qidalardan ibarət olur. Qanda şəkərin miqdarı çoxaldıqca mədə altı vəzi daha çox insulin ifraz etməyə başlayır ki, insulin o glikozanı götürsün, daşısın, belə çox loru dildə danışıram ki, hamı başa düşsün. Glikozanı daşısın hüceyrələrə ki, biz enerji olaraq onu sərf edək. İnsulin işi nə oldu? Qandakı şəkəri, glikozanı hüceyrələrə daşımaq. Nə üçün? Enerji olaraq sərf edək. Biz, məsələn, mən bura gəlirəm, mən bunu danışıram və s. Amma bəzən də olur ki, artıq hüceyrələrdə insulinə qarşı həssaslıq meydana gəlir. Yəni, insulin götürdü, siz yemək yediniz, qanda şəkərin miqdarı yüksəldi, insulin gəldi, o glikozanı götürdü, daşıdı hüceyrələrə. Hüceyrəni siqnal göndərir ki, qapını aç, gətirmişəm mən, glikoza gətirmişəm. Ancaq məsələ orasıdır ki, artıq insulinə qarşı hüceyrənin həssaslığı yaranıb və o qapını açmır. Nəticədə mədə-altı vəzi daha çox insulin ifraz etməyə başlayır. Nə olur? Qanda insulinin səviyyəsi artır. Axı hüceyrə divarından keçmədi. Nəticədə bu baş verir ki, qanda insulinin səviyyəsi artır və insulin dirənci meydana gəlir. Öncəsində insulin dirənci, sonrasında prediabet, daha sonrasında tip 2 diabet. Və bu da nəticəsində gətirir sizə artıq çəki və s. Bu işin ən belə bəsit tərəfidir. Əlamətləri ola bilər, bəlkə də bəzi insanlarda insulin dirənci var, ancaq bilmir, onun hələ ki xəbəri yoxdur. Əlamətlərin ilk başlıcası budur ki, yemək yedikdən sonra sizi yuxu basırsa, yorğunluq çökürsə, qarın və bel ətrafında piylənmə başlayıbsa, ümumiyyətlə, əsasında kişilər, qarın bel bölgəsi yağlanmamalıdır. Bu zaman testosteron düşür, estrogen qalxır.
Hansı ki bizə lazımdır estrogen hormonu, yəni artmasın kişilərdə. Bizə lazımdır testosteron səviyyəsi hər zaman normada qalsın. Qarın bel ətrafı yağlanma baş verirsə, qaraciyərdə yağlanma demək ki başlayıb. İnsulin dirənci demək ki var. Yəni testosteron düşüb. Ona görə buna çox böyük əhəmiyyət versinlər. Qidalanmamıza yenə gəldik ki, mütləqdir. Bizim insulin dirənci səbəbimiz də qidalanmadan asılıdır. Hamısını orqanizmimizə biz eləyirik. Bizim orqanlarımız, bizim bədənimiz çox ağıllıdır. O qədər güclüdür ki, biz bu qədər onu yüklüyürük, yuxusuz qalırıq, bərbad şəkildə qidalanırıq, günlərcə su vermirik, 1-2 stəkan çay içirik, deyirik, əşi, su içə bilmirəm mən və s. Bizim orqanlarımız yenə də öz funksionallığını itirməməyə çalışır. Amma bir yerə qədər artıq o qədər imdad siqnalları göndərir ki, bayaq dediyim kimi, sadəcə olaraq biz insanlar onu duymamağı seçirik. Çünki nəfsimizlə bacarmırıq. Çünki o pizza yeyiləcək. Çünki o burger yeyiləcək. Çünki o tort yeyiləcək. Nəfsimiz istəyir çünki. Əslində o qədər asandır ki, orqanizmin müəyyən vitamin, mineral çatışmazlığı olduqda hər hansı bir qidalara asıllıq duyur. Əgər bir insan çörəyə qarşı aşırı həssaslığı varsa, çörək zavodunun yanından keçəndə onu bihuş edirsə, demək ki, onda B12 çatışmazlığı var. Ən sadəsini, ən bəsitini deyirəm. Yəni, burada bunun üçün yanaşmaq lazımdır ki, məsələn, bir insanda şəkərə dəhşətli dərəcədə tələbatı varsa, bu insan şirniyyatsız çay içə bilmirsə, bəzən çayı, mən çayxoram. Əslində, sən şirniyyatçılsan. Çünki sən çayı heç nəsiz içə bilmirsənsə, nəsə yemək üçün o çayı içirsən. Biri var çayın dadının fərqinə vararaq çay kimi içmək. Bir də var yanına mürəbbə gətir, tort gətir, onu oradan gətir, bunu buradan gətir. Sən artıq çay içmədin. Çay sadəcə prosta bir vasitə oldu. Əsas məsələ fokusumuz o şirniyyatdadır. Biz çayı çay kimi içməyə bacarsaq, kofeni kofe kimi qəbul etməyə bacarsaq, heç bir problem yox. Millət olaraq bizdə, ümumiyyətlə bizim genofondumuzda çay, kofe kimi su qidaları demək olar ki, son olmayıb da. Bizdə son 50-60 ildə, maksimum 100 ildə gəlib. Kofe xüsusən son beləcə də maksimum 50 ildə olub. O da maksimum. Biz o qidalanmanı belə deyək, təəssüflər olsun ki, nə bilim, biz qonaq gələndə, yəni nələr olmur orada. Arıq adam bir oturma kilo yarım çəki artırır. Yemədi, istər bu Ramazan ayı olsun, istər başqa vaxtlarda olsun. Bu çay qeyd elədik. Çay qidadan nə qədər sonra qəbul edilir? Mən bildiyim qədər 1 saat sonra aralığında çay qəbul edilir. Çünki insanlar tembole qaynar isti çay içmək bizdə millət olaraq adətdir. Yeməklə çay arası nə qədər fasilə olmalıdır? Əslində arzu olunandır ki, çay içilsin, rahat çaydan doyaq, daha sonrasında yarım saat, 45 dəqiqə sonrasında ana yeməyə fokuslanaq. Çünki çay müəyyən bir toxluq da təmin edir. Çayın tərkibində az da olsa kafein də var. Bir yorğunluğumuzu da alır. Həqiqətən rahatladır insanı. Yəni yeməkdən daha çox mən deyərdim çay insanları psixoloji olaraq da rahatladır. Fikir verirsiniz, bir əsəblərini də soyudur. Həqiqətən bəzi insanlar var ki, çay içmədikdə çox bərbad gərgin olurlar. Buna şamil etmək olar kofeni də. Kofe içmədikdə artıq o insan çox aqressiv olur, günə fokuslana bilmir və s. Yəni burada artıq azlıqdan söhbət gedir. Sadəcə olaraq biz çayxor millətik. Çayı içəcəyik, amma və lakin çayı yeməklə bərabər ya da yeməkdən həmən sonra bizdə mentalitetimiz nəyi tələb eləyir? Atalarımız yeməyi yeyən kimi çay gətir. Yəni əslində bu deyil. İndi artıq biz böyümüşük. Məsələn, adam papa çay gətir deyəndə deyirsən ya orada bir dur, bir 45 dəqiqə, 50 dəqiqə sonra gətirəcəm məsələn. Əslində bu olmalıdır. Təəssüf ki, indi bizim dediyim kimi mentalitetimizdə yeməkdən həmən sonrasında bir şirniyyat çay, bir meyvə saatı olur. Bunlar olmasa, əslində qidalarımız və milli mətbəximiz bizim çox sağlamdır. Dolmamız sağlamdır. Plovumuz düzgün şəkildə qəbul olunsa sağlamdır.
yəni bir böyük boşqab yığıb üstünə də aşqaranı qoymasaq, 3-4 qaşıq plov, yanına da 1-2 qaşıq aşqarasından əlavə etsək, yanında da bir böyük miqdar salat. İftara vaxtıdır. Mən özümə açmamışam. Nəsə mən belə danışanda qidalanır belə. Bu formada qidalanma daha doğrudur. Yəni bizim əsas bizə mənfi təsir edən nədir? Siz dediyiniz kimi bu son 50 ildə yeni alışqanlıqlar gəlib bizim qidalanmamıza. Yeməkdən sonra qəşəng bir şirniyyat süfrəsi. Əvvəllər bizdə şirniyyat süfrəsi var idi. Yox idi. Rahatlıq, insanlıq ümumiyyətlə yaşantı rahatlaşdıqca fərqli qidalara meyl duymağa başladıq. Nəticədə biz sağlam şəkildə ana öynümüzü qəbul edib 45 dəqiqədə, 50 dəqiqə ara verib çayımızı içsək, çayımızı da quru meyvələrlə qəbul etsək, yuyulmuş halda bəzən insanlar quru meyvəni yumadan elə aldığı kimi də qoyur süfrəyə, mütləq şəkildə sodalı su ilə hətta o yuyulsa, daha sonrasında da dəsmal arasında yaxud salfetlə qurudulub təqdim edilsə, bu daha güvənlidir. Bu kimi yəni diqqət etsinlər bunlara. Məndə mövzu çoxdur. Mən danışanda bir dənə siz çay soruşmuşdunuz məsələn. Bir çox məsələyə toxunmaq istəyirəm. Əslində həqiqətən canı könüldən istəyirəm ki, insanlarımız çox dəyərlidir. Bizim millət olaraq biz çox dəyərliyik. Sadəcə olaraq qulaqdan dolma fikirlərə çox da açığıq. Araşdırmadan qəbul edirik. Eynən biri deyir quru meyvə ilə çay iç, məsələn, götürüb gətirəcəklər bir kasa quru meyvə, orada dediyim kimi mağazadan alınmış formadaca. Çox insan quru meyvəni yumur təəssüf ki. Ancaq quru meyvələrdə hətta mümkünsə çərəzlər, yəni quru yemişlər, nə deyirlər onlara, fındıq, qoz, çərəzlərimizi də yuyub, daha sonra biraz qurutsaq, sonra qəbul etsək bu formada yaxşı olar. Sobada biraz qurudursuz. Aydındır. Bizdə belə deyək, məsələn, hər bir orqanizm ümumiyyətlə eyni deyil. Bir arasında kserokop əkizlər deyən insanların belə orqanizm eyni deyil. Barmaq izləri belə fərqlidir. Məsələn, mən özümdən götürsək, məsələn, mən yay vaxtı var, ümumiyyətlə temperatur 18-20 dərəcədən yuxarı qalxanda mən çay içə bilmirəm. Özümdən asılı deyil. Tər basır, ümumiyyətlə iştah pozulur falan. Ona görə mən ən çox çay içmə dövrü qış, payız aylarındadır. Sözümü nəyə yetirəm? Məsələn, belə də limonlu su. İnsan var, orqanizmi adi suya öyrəşir. Mən su çox sevən insanam. Ümumiyyətlə qış, yay fərq eləmir. İnsan var, məsələn, su onun üçün normaldır, soyuq su xüsusən. İnsan var, məsələn, limonlu su. Səndə onun üçün daha yaxşıdır. Məsələn, mənim təzyiqim yüksəkdir deyə kofe içə bilmirəm. Baxmayaraq ki, vaxtı ilə kofe dəhşət çox kofe həvəskar olmuşam. Və kofe deyəndə də insanların çoxu ancaq öyrəşib Amerikan espresso, nə bilim, cappuccino, yəni başqalarına getmir. Yəni bir seçim etməyə getmir. Amma sözümün, sualımın əsas mənası odur ki, bizim məsələn millət olaraq Azərbaycanda Allah bizim təbiətə elə bir nemətlər bəxş edib ki, o nemətlər heç bir ölkədə yoxdur demək olar ki. İstər bizdə yetişən yeyiləsi olan heyvanların əti olsun, göylər olsun və ya meyvələr olsun, dadı, tamı. Məsələn, biz gedib Avropada alma isə onun dadı tamam fərqlidir. Burada izləyən almanın dadı tamam fərqlidir. Ona görə bizim Azərbaycan millətinə uyğun olaraq biz avokado kimi meyvələr və ya ananas kimi meyvələr və ya başqa balıq məhsulları olan qidalar qəbul etməyiz, orqanizm onu, genetikamız qəbul etsə də, etməsə də doğrudurmu? Yoxsa biz bir növ imtina etməliyik olar. Çünki bizdə kifayət qədər balıq növləri var, ilan balığı var, cənub zonasına getsək, düyü, plov növlərimiz var və ya Bakıda bişən pitinlə, Şəkidə bişən pitin arasında çox fərq var. Yəni yeməklərimiz, siz özünüz də qeyd edirsiniz, mətbəximiz genişdir, çox gözəldir. Genişdir, sağlamdır. Analarımız yağ miqdarından düzgün əməl etsələr, bəzən məsələn mənim anam daxil bir damcı yağ vurmuşam. Bir damcı yağ dediyi 3 xörək qaşığından söhbət gedir. Bəli, çox böyük. Təəssüf ki, bizim analarımız biraz yağa çox meyllidir. Yeməkləri yağlı edirlər. Normalda o yeməyin reseptini tam düzgün etsə, həqiqətən sağlam bir mətbəxə sahibik. Sadəcə biraz analarımız bizi çox sevir deyə istəyir biraz ətə cana qana gələk, yağdan və yaxud da elə bol-bol hər şey eləyir ki, ye bala, ye məsələn. Bizi biraz uşaqlıqdan da travmalıyıq biz o qidalanma
yönündən. Necə? Birinci bir qıtlıq dövrü oldu. Daha sonrasında biraz bir qidaya çatdı insanlar. Sonrasında da analar da, atalarımız da axı o qıtlığı görüb istəmir. Məncə şuuraltı onlar istəmir ki, biz arıq olaq və yaxud da müəyyən qidalardan özümüzü məhrum buraxaq. Deyirsən qeyri-sağlamdır, qəbul etmir. Qəbul etmir çünki istəyir ki, dadlıdır sən də yeyəsən. Əslində bu sevgidən qaynaqlanır, sevgidən irəli gəlir. Ancaq nə xoş mənə ki, hazırda bizim yeni bu necə deyim, yeni ana olmuş xanımlarımız çox bilgili, bilgiyə açıq, öyrənməyə açıq xanımlardır. Təəssüf ki, bir başqa qrupda var ki, bayağı bloqları izləyən, düşük videoları izləyən, məlumatlanmağa açıq olmayan bir kütlə də var təbii ki. Ona görə deyirlər, texnologiya dəyişir, insanlar dəyişmir. Amma şükür edirəm ki, indi analar uşaqlarının qidalanmasına daha böyük önəm verirlər və düzgün şəkildə yönləndirə bilirlər. Çünki araşdırırlar. Yenə deyirəm, mövzu, söhbət burada araşdırmağı bacaran valideynlərdən gedir. Təəssüf ki, aramızda hələ ki qəbul etməyən və nə gəldi uşağını alıb yedirən valideynlər də var. Bəs şəkər tam kəsilməlidir, yoxsa balanslı qidalanma olmalıdır? Aha, çox gözəl vurğuladınız bunu. Ümumiyyətlə bayaq da dediyim kimi sağlam qidalanma nə qadağalardan ibarət deyil, nə də ifrat sərbəstlikdən ibarət deyil. Balansı qorumaq lazımdır. Müəyyən qədər şəkərli qida da qəbul edə bilər, amma şəkərli o şirniyyatın, şəkər dozunun şəkər dozunun ümumiyyətlə qəbuluna mən qarşıyam. Əslində bu necə? Yəni sadəcə şəkər tozunu çaya əlavə edib içəcəksənsə, zəhmət olmasa bunu etməsinlər. Yox, bir tortun içərisində o şəkəri qəbul edəcəklərsə, ayda 2 dəfə, maksimum 3 dəfə qəbul etsinlər. Çünki o şəkər hər hansı bir vəsilə oldu orada o tortun dadlanması üçün. Biri də var, sırf şəkəri götürüb uşaqların çayına, insanlar özləri elə böyük fərd olaraq da şəkəri birbaşa qarışdırıb içmək, qəndlə çay içmək. Bunlar artıq məncə tamamilə yığışılsa yaxşı olar. Amma təbii ki, mən qadağa qoymuram heç bir pasiyentimə. Şəxsən dediyim kimi dolma, plov, kabab yedirərək də arıqladıram. Sadəcə olaraq burada porsiyaya önəm vermək lazımdır. Bir də qidaya qarşı intoleransı varmı o insanın? Ona diqqət etmək lazımdır. Bu arıqlamaq bəzi bizdə var dırnaqarası diyetologlar. Onlardan verdiyi, onların dediyi və Azərbaycanlı xanımların xüsusən hansı diyetə daha çox üstünlük verən xanımlardır. Bildiyi 3 əsas yanlış mif və ya bir dənə yanlış mif ola bilər. Bir neçə dənə mif ola bilər. Yanlış bildiyi doğrular hansıdır? Daha doğrusu doğru bildiyi yanlışlar və yanlışlar ümumiyyətlə hansılardır? Yəni ki, doğru kimi bildirilib. Bunu da yanlışı doğru kimi qəbul edir. Yəni mən də onunla da gedir. Bu 3 dənə də ola bilər və ya bir dənə də ola bilər. Əslində bu yaxınlarda qarşıma bir məlumat çıxdı ki, şəkər əvəzedicilərin tərəfdarıdırlar. Bizim, siz dediyiniz kimi, mən öz həmkarlarıma hörmətlə yanaşıram, amma dediyinizi deyirəm, dırnaqarası diyetologlardan söhbət gedir. Şəkər əvəzedici tərəfdarıdırlar. Məsələn, aspartamı tərifləyənlər var, hansı ki, bu orqanizmdə çox ciddi fəsadlar törədir. Ondan sonra gedin şəkər tozu yeyin. Çünki kalorisi az olur, stevia məsələn, kalorisi az olur, yazırlar ki, məsələn, stevia qəbul edə bilərsiniz. Necə? O çünki arıqlayacaq axı, bu menyu yazıb. Müəyyən bir kalori defisiti olmalıdır. Stevia da kalorisizdir. Nəticədə bu steviyalı şirniyyatı yeyəcək, şirniyyat ehtiyacını ödəyəcək, amma bunun yazdığı menyudan çıxmayacaq deyə nəticədə o diyetolog nəticə alacaq. Yəni sizi məmnun qoyacaq da. Siz də düşünəsiniz ki, arıqlatdı məni 5-6 kilo. Halbuki müəyyən sizə fəsadlar verərək arıqlatdı. Birinci, steviyanı, aspartamı tərifləyən diyetolog, nutrisioloqa həmkarım kimi baxmıram. Qətiyyən, çünki onlar insanları yanlış yönləndirir. Hətta bəlkə də elə özləri də yanlış edirlər. Ancaq hörmətlə yanaşırammı?
hörmətlə yanaşıram. Hamı öz çörəyini yeyir, hamı özü bilər. Amma müəyyən kütləyə çatırsa bir insan məsuliyyətli davranmağı bacarmalıdır. Biri var, siz kafedə oturursunuz, rəfiqənlə danışırsan bu söhbəti. Biri də var, videonu açırsan, artıq müəyyən bir kütləyə səslənirsən. Bu böyük bir məsuliyyətdir. Hamımız bilirik ki, aspartamdır, stevyadır, şəkər əvəzedicilərdir. Bunlar orqanizmə zərərləri var. Ümumiyyətlə belə bir deyim var. Mən buna inanıram və qatılıram. Orqanizmdə parçalana bilməyən maddələr halal deyildir. Bu əslində biraz çox müzakirələrə açıq bir mövzudur. Bunu məncə ilahiyyatçılarımız daha yaxşı bilər. Niyə deyirəm? Çünki haramdır demirəm. Ancaq orqanizmdə parçalana bilməyən maddələr halal deyildir. Mən demirəm. Bunu bəlkə belə kəsib bu formada deməyin. Deyimdir və mən buna qatılıram. Çünki orqanizmdə parçalana bilməyən maddələrin orqanizmimizə çox ciddi fəsadları var. Nəticədə Allahın yaratdığı bu bədənimizi zəhərlədiyimiz üçün onlar halal deyil. Sizcə doğru deyilmi bu söz? Olar. Yəni razıyam sizin fikrinizə. Hər hansı bir qida orqanizmimizə ciddi fəsad verirsə, bu da əlbəttə ki, halal deyil yəni. Parçalanmırsa, demək ki bizə əmanət olan bu bədəni ki mənim deyil, mənə əmanətdir. Veriləndə çox sapasağlam verilmişdi. Mən zaygünə qoydum məsələn. Şükür Allaha mən qoymamışam. Yəni insanlarımız təəssüflər olsun ki, ilk başlıcada qidalanmanı doğru etmədikləri üçün orqanizm sıradan çıxır. Məsələn, spirtli içkilər kimi, yəni yalnız bədəndən cinsi ixrac olunurlar. İstər bu spirtli içkilərin bütün növləri, rəngli olsun, rəngsiz olsun. Bəzən də sağlam qidalanma bilib, məsələn, süd məhsullarını daha çox qəbul edirlər. Ancaq bilmir ki, onun intoleransı ola bilər o süd məhsullarına qarşı. Bəzən bu insanlar bunu ümumiyyətlə intoleransla allergiyanı qarışdırırlar. Allergiya immun bir reaksiyadır. İntoleransı isə ferment çatışmazlığıdır. Məsələn, müəyyən yaşdan sonra insan orqanizmində laktozaya qarşı bir intolerans ola bilər. Bəzilərində. Bu da təsadüf edir 20, 30, 40-lı yaşlarda. Niyə baş verir? Bizim bağırsağımızda ümumiyyətlə laktoza nədir? Məndə mövzu bitməz. Gəlin oradan danışım. Hamısını istəyirəm vurğulayım. Laktozaya qarşı müəyyən yaşdan sonra insanlarda intolerans yaranır. Və bir daha qeyd edirəm ki, intoleransla allergiya fərqlidir. Allergiya immun bir prosesdir, ancaq intolerans ferment çatışmazlığıdır. Laktozanı, yəni südün tərkibində olan laktozanı parçalamaq üçün, yəni süd şəkərini parçalamaq üçün bağırsaqda kifayət qədər laktaz fermenti ifraz olunmalıdır. Bu da 20, 30, 40-lı yaşlarda artıq bu fermentin ifrazı zəifləyir. Biz də yeyirik süddən, nə bilim, qatıqdan, doğadan, kəsmikdən, pendirdən bütün süd məhsullarını qəbul edirik. Nəticədə laktoza intoleransı ilə qarşılaşırıq. Yəni həzm getmir, köp, şişkinlik, qəbizlik, narahatlıq, üzdə gözdə belə artıq şişkinlik meydana gəlir. Niyə? Bağırsaqda parçalanma kifayət qədər gedə bilmədi. Niyə? Bağırsaqda laktaz enzimi kifayət qədər ifraz oluna bilmədi deyə sizin qəbul etdiyiniz laktoza parçalanmadı və sizdə ferment çatışmazlığı, yəni intolerans görüldü. Biri var allergiya, yenə deyirəm, biri var intolerans. Bunları qarışdırmayaq, xahiş edirəm. Ona görə fərdə özəl qidalanma çox önəmlidir. Süd məhsulları faydalıdır. Yeməyin demirəm. Amma bəzi insanlarda qətiyyən olmaz. Minimuma endirmək lazımdır ki, o insanda başqa fəsadlar olmasın. Bəzən məni insanlar yanlış anlayır ki, başa düşmədim, ata-babalarımız inək, qatığı, nə bilim, süd, pendir bu formada yeyib gəlmişik. Yeyin, nuş olsun, mən də yeyirəm. Ancaq ki, az miqdarda qəbul edirəm. Niyə? Məndə bir də Hashimoto var. Hashimotodan dolayı avtomatik olaraq, yəni o qidalar, süd məhsulları azaldılmalıdır. Çünki dediyim kimi həmin o ferment çatışmazlığı var. Nəticədə qəbul edirəmmi? Edirəm. Etdirirəmmi? Menyularımda yazıram. Əgər o insan narahat olursa, bəli, müəyyən bir
qısıtlamalar olur süd məhsullarından, amma kalsium çatışmazlığı olmasın deyə bilmirəm burada adını çəkmək nə qədər etik olar ya yox. Mən şəxsən özüm istifadə edib, özüm istifadə etdiklərimi bir brendə çevirib təqdim edirəm hazırda. Saf tahin. Adından da bəlli olduğu kimi sıradan bir tahin deyil, saf tahindir. Çünki içərisində hər hansı bir yağ və s. yoxdur. Sırf bizə oradan alırıq nəyi? Küncütün tərkibindəki kalsiumu, seleniumu. Nə oldu? Çünki burada axı insandan biz laktozanı çıxartdıq, süd məhsullarını çıxartdıq. Kalsiumu hardan alsın? Elə ancaq qida əlavəsindənmi? Yox, məcbur deyil. Saf tahinlə də bunu qarşılaya bilər. Mən özüm 5 il süd və süd məhsulları istifadə etməmişəm. Sırf Hashimoto'ma görə, zob Hashimoto var məndə və çünki niyə? Hashimoto olduğuma baxmayaraq hormon qəbul etməməyin tərəfdarıyam. Müəyyən ömür boyu asılı olursunuz. Kənardan hormon almaq lazımdır Hashimoto xəstələri üçün. Sadəcə olaraq mən bunu qəbul etməmək üçün daha doğru, düzgün necə qidalana bilərəm yoluna çıxdım. İl burada dayanır 2016-2017-ci illər. Ailəm mənim elə bilir ki, həmin o hormonu içirəm, amma mən içmirəm. Çünki mümkün deyil ömür boyu bir dərmandan bir insan asılı qalacaq qədər şikəst olsun. Biz özümüzü o vəziyyətə salmamalıyıq. Əgər ki, hormonu kənardan qəbul etməyə başlayırıqsa, artıq bizim ifraz olunurdusa da, yenə də ifraz olmayacaq bizdə o hormon ki, onsuz da mənim bu sahibim kənardan onu göndərir də mənə ən rahatını. Mən yenəsə əziyyət çəkim ifraz edim ki. Bizdə son illərdə daha çox sayı qadınların içində də, kişilərdə də var. Zob onların qidalanma rejimi, xüsusən Ramazanda necə olur? 8-i artıq zob problemi var. Bu da gedir dayanır, bəli, bu da dayanır bizim yenə də qidalarımıza. Yediyimiz çörəyindəki o buğda belə bizdən öncə nənə-babalarımızın yediyi buğda deyil məsələn. Yəni çörəkdən, glütendən çox şey asılıdır. Glütendir, laktozdur, bu kimi qidaları rasiondan çıxarın demirəm. Çıxarın demək də doğru deyil. Çünki artıq bu bir növ qadağaya gedir. Ancaq azaldın deyirəm. Çünki bizim fiziki aktivliyimiz də o nənə-babalarımız kimi deyil. Yaşantımız uzaqbaşı burada bir video çəkəcəyik, post paylaşacağıq, yaxud da işə gedib işə gələcəyik, masa arxasında işləyəcəyik. İndi ağır işləri olan fəhlə və s. kimi iş görənləri demirəm. Ancaq modern deyim ki, insanların gördüyü iş əsasən fiziki yox, zehnidir. Amma biz təəssüflər olsun ki, ifrat dərəcədə yemək qəbul edirik. Siz bayaq çox gözəl vurğuladınız ki, gedirik bir qonaqlığa, o çay süfrəsində nələr olmur ki. Yəni inanın ki, biz bəzən sevgimizi çalışırıq bu formada göstərməyə, ancaq artıq sevgidən də çıxıb bu göstəriş məqsədlidir. Başqa da heç bir mənası yoxdur. Mən daha çox süfrəyə qoydum, sən qarşıladın belə şirniyyatları, mən gələndə sən deyə. Bunlar məncə mənasızdır. Öz orqanizmimizin qeydinə qalaq, qayğısına qalaq. Çünki bədənimizin bizdən başqa kimisə yoxdur. Vəssalam. Biz bunu unutmayaq. Və dediyim kimi, başda da dediyim kimi, gərək də özümüzə fokuslamağı bacaraq. Özümüzə fokuslanmağı bacarsaq, biz biləcəyik ki, mən süd və süd məhsulları yedikdə məndə şişkinlik yaranır. Məsələn, burada indi izləyicilər ola bilər ki, rəylərə əgər varsa yazarlar ki, məndə narahatçılıq olur, ola bilərmi, intolerans olsun və s. Əgər ki, siz doğğa yedikdə və yaxud da süd, kəsmik, qatıq, pendir və s. kimi qidalar qəbul etdikdə şişkinlik, narahatçılıq olursa, bu əbəs yerə deyil. Bu o deməkdir ki, bəli, səndə laktoz intoleransı var. Bu o deməkdir ki, yavaş-yavaş azalt. Yəni, bədən siqnal göndərir ki, ay mənim sahibim, zəhmət olmasa bu qidanın qəbulunu biraz azalt. Bilirəm, sağlam qidalanırsan deyə süd məhsullarına yönəlmirsən. Ancaq sənin bu el üçün, hamı üçün sağlam qəbul edilmiş bu süd məhsulları məhz sənin üçün sağlam deyil. Bu o demək deyil ki, çərəzlər sağlamdır, sağlam yağ turşularına sahibdir, biz onu hamı yeyə bilər. Xeyr, müəyyən bir qısıtlamalar olmalıdır. Hər bir orqanizm fərqlidir. Yəni, bir ailədə 3 uşaq var, o 3 uşaq tamamilə fərqlidir.
Orqanizmləri fərqlidir, damaq zövqləri fərqlidir, yuxu rejimləri fərqlidir, qidalanmaları fərqlidir. Ona görə diqqət etmək lazımdır ki, bizim bədənimiz daha çox nəyi istəyir. Bir də bəzən bizimlə bədənimiz oynaya da bilir. Nə ona zərərdirsə, onu da istəyə bilir. Amma çünki müəyyən vitamin, mineral çatışmazlığı var. Məsələn, bayaq dediyim kimi şirniyyata daha çox tələb varsa, maqni çatışmazlığı ola bilər və bu daha çox stressdən qaynaqlanır. Bəzən insanlar qida sadəcə orada bir vasitə olur. Əslində o insan qida adında öz problemlərini yeyir. Qidanı elə şuursuzca qəbul edir ki, deyir ki, məsələn, Elxan, bir də baxdım ki, mən partlayıram, mən əslində ölürəm yeməkdən. Amma baxırsan ki, altında yatan bir çox səbəb var. Mən bu arada məhz pasiyentlərimə doğru düzgün yanaşa bilim, onların ruhsal hallarını da anlaya bilim deyə koçluq təlimləri də almışam. Yəni bunu bir dəfə yox, bir neçə dəfə yeni hər dəfə yeniləyirəm. Yəni mən ümumiyyətlə təlimlərimdən qalmıram. Nə qədər çox bilsəm, məndən faydalanmaq istəyən pasiyentə də o qədər faydalı olacam. Mən biri var, nutrisiologiya ilə başladım bu arada. Diyetolog, daha sonra klinik diyetolog, daha sonra coach. Amma coach olduğumu çox belə abartmıram. Çünki mən klinik diyetologam. Coach olmağımdan faydalanır kimlər? Məndən menyu alanlar. Mən onların ruhsal davranışlarına da yanaşa bilirəm ki, məsələn, nə kimi problem var ki, məsələn, siz bəlkə hər hansı bir şəxsi həyatınızda problemlə üzləşirsiniz deyə şirniyyata bu qədər meyillisiniz. Bəlkə yuxu rejiminiz yaxşı deyil. Okey, yuxu rejimi yaxşı deyil. Bəlkə altında yatan bir səbəb var. Niyə yuxu rejimi yaxşı deyil? Bu kimi mütləq şəkildə bunlara diqqət etmək lazımdır. Bu zaman artıq fərd deyə bilər, mən diyetoloqa yazıldım. Yoxsa yumurta ilə, otla, ətlə sağlam qidalandım və salam mənim diyetoloqum bunu yazdı. Əsas məsələ odur ki, yedirərək arıqlatmaq, yedirmədən arıqlatmağı hamı bacarır. Yedirərək arıqlatmaq çox çətin məsələdir. Mən zaten istənilən qonağı, gələn qonaqların Instagram və ya Facebook səhifələrini öz YouTube kanalımda artıq yerləşdirirəm. İzləyicilər yəqin ki, inşallah Instagram səhifənizə keçid edən suallarınızı birbaşa orada verərlər. Məndə məsələn bir yaxın dostum var, artist sferada işləyir, sahədə işləyir. Onunla mənim aramda fərq odur ki, o çox yeyir, amma çəki eyni qalır. Mən bir qoxudan çox gəlirəm, yəni məndə daha həssasdır. Düzü çəki itirməyim də daha həssasdır. Çəki almağım da daha çox həssasdır. Mən bir ayın içində 6-7 kilo çəki ata bilərəm. Amma ala da bilərəm. Bunu açıqlaya bilərəm, nədir o sizin atdığınız? Adətən diyetoloqlar və s. bunları vəd edirlər və görüntü olaraq bəli, tərəzidə də düşür bu çəkilər. Məsələn, sizlər də düşünürsünüz ki, mən 6-7 kilo arıqladım məsələn bir aya. Ancaq sizin itirdiyiniz yağın parçalanması deyil. Sizin itirdiyiniz əzələ kütləsidir və sudur. Və bizə lazım olandır bunlar. Biz bunları itirmək istəmirik. Biz bunları qoruyub saxlayaraq yağı itirmək istəyirik. Yağın parçalanması daha sonra başlayır. Siz bunları deyil də toksinlərinizdən ilk öncə təmizlənirsiniz. Daha sonra metabolizm sürətlənir. Öncə toksinlərdən qurtuldunuz, daha sonra metabolizmanız sürətləndi. Sürətlənən metabolizm yağların parçalanmasına vəsilə oldu. Ancaq qidalanmanız da mütləq şəkildə zülaldan yüksək olmalıdır ki, əzələ kütləsi itirməyəsiniz. Tərəzidə 10-12 kilo itirdim görmək uğur deyil. Əsas məsələ o çəkini nədən itirdiniz? Əzələdən ki, o 2 günə də atmaq olur onu. Bir günə çıxırsan, bir də çıxırsan, oyda 1 kilo 201 günə arıqlamışam. Arıqlamamısan. Əzələ və suyu itirmisən. Arıqlamaq yağdan atmaq deməkdir. Depodan atmaq deməkdir. Sənə lazım olanı vermək deyil. Buna görə sizin o atdığınız 6-7 kiloqram təəssüf edirəm ki, yağ deyil, bəli, şişkinlikdir, ödəmdir, ödəmlərinizdən qurtulursunuz. Bu da yaxşıdır. Çünki yağın parçalanmasına doğru yol alırsınız artıq. Orqanizm sizə cavab verdi deməkdir. Bir də vay o gündən ki, başlayır diyetaya, nələr deyilir, o çəki düşmür.
Baxın, burada artıq hormonal problem ola bilər. Burada artıq altda yatan səbəbləri tapmaq lazımdır. Amma sizdə nə xoş ki, diyetaya başlayırsınız. Diyeta dediyim, bayaqda qeyd etdiyim kimi sağlam qidalanmaya start verirsiniz və orqanizminiz sizə çox tez cavab verir. 5-6 kilo, 6-7 kilo ata bilirsiniz. Demək ki, ödəm şişkinlikdən rahatlıqla qurtula bilərsiniz. Amma bunu mütəmadi etməyin. Etməyin, çünki əzələ və suyu itirəcəksiniz. Düzgün şəkildə bu proses getməlidir ki, yağların parçalanması prosesinə başlasın bədən. Yağdan atasınız. Əzələ və sudan niyə atırsınız? Bəzən insanlar çox burada ciddi səhvlər buraxır və inanırlar işlədikləri diyetoloqlara, nutrisioloqlara. Ancaq mən hər zaman özüm də arıqladanda, səhifəmdə də deyirəm, insanlara da deyirəm. Deyir ki, o Leyla xanım 7 kilo arıqladım məsələn. Amma mən ona bir voice notum olur ki, tamam, təbrik edirəm, çox gözəl iş bacardıq. Amma mən sizi aldada bilmərəm, bu yağ deyil. Biz yağa doğru yol aldıq artıq. Bu o deməkdir ki, ilkin mərhələni atladıq. Nə mən sizi aldadım, nə də siz aldanında. İlkin mərhələni keçdik. Əslində çox gözəl bir şey baş verdi. Hansı ki, siz hüceyrələrinizin yenilənməsi başlayır. Ölü hüceyrələrdən, toksinlərdən qurtulursunuz və bundan sonraki etap bizim üçün artıq çox önəmlidir. Yəni insan da anlayır ki, demək ki, mənim atdığım bunlar lazım idi, bunlardan atmalıydım. İndi gedirəm yağa doğru. Daha da motivasiya olur. Daha da şuurlu şəkildə bilir ki, mən bu qida ilə bu qidanı niyə yeyirəm? Yəni hamı şəkəri və çörəyi çıxardıb arıqlayası olsaydı, bunu bacarsaydı və mövzu bu qədər bəsit olsaydı, bizlərə ehtiyac olmazdı. Mən əslində verəcəyim sualın demək olar ki, 50% idi cavablandırdığınız. Yəni arıqlamağa başlayacaqsan insanın ilkin atacağı addımlar. Düzdür, yəni bu insan hardan bilməlidir ki, onda hansı vitamin çatışmamazlığı var? Necə təyin etməli? Analizdə nə analizlər verməlidir ki? Ümumiyyətlə mütləqdir ki, qanın ümumi analizi olsun, sidiyin ümumi analizi olsun, bir ümumi bir uzimdən keçsin. Daha sonrasında zobdan şübhələniriksə, getsin TSH, TPO, T4 hormonlarını yoxlatsın. Daha sonra nə bilim insulinini yoxlada bilər. Mən əslində belə yanaşma edirəm. Yəni mənim üçün fərdi rejim məndən alan insanlara öncəliklə mənim bir suallarım var. O suallara verdikləri cavab əsnasında artıq müəyyən yoxlatdıqları analiz varsa, məcbur deyil göndərmirəm analizə. Çünki dəyərlər 6 aydan bir dəyişir. Əgər pasiyentin əlində son 2 ayda, 3 ayda, 5 ayda verdiyi analizlər varsa və mən indi buna menyu yazacağamsa, yenidən onu niyə xərcə salım ki? Niyə göndərim getsin? Əgər mən oradan qan analizi verəndə və s. mən faiz yemirəmsə oradan, mənə maraqlı deyil onun gedib artıq klinikada yenidən analiz verməsi. Çünki yenə deyirəm, dəyərlər 6 aya dəyişir. Əgər 6 ay ərzində öz testlərini veribsə və mənə cavabı göndərirsə, bunlar mən qane eləyir menyu yazmağım üçün kifayətdir. Ki o insanın orqanizminə uyğun artıq burada menyu çıxara biləcəm. Yox, biri də var ki, bəzi insanlar var, təəssüflər olsun ki, deyir, 4 il öncə hamilə idim, onda mən yoxlatmışam, ancaq testlərimi uzun müddətdir ki, yox, getmirəm analizə. Bu zaman artıq mütləqdir. 9 ay olsun, 8 ay olsun, analizdən 6 ay keçibsə, mütləq şəkildə göndərəm analizə. O cavablara əsasən artıq menyu hazırlayıram. Və təəssüflər olsun ki, analizləri gecikdirən şəxslərdə çox ciddi xəstəliklərlə də qarşılaşırlar özləri. Çünki artıq analiz vermir. Baxın, bu insan bilmir nə baş verir bunun bədənində. Mənim menyuma görə gedir analiz verir. Ancaq fərqli bir xəstəliklər çıxır. Allah qorusun. Ona görə öz dəyərinizi bilin. Öz bədəninizin qayğısına qalın. 6 aydan bir mütləq şəkildə gedib analizlər, check-updan bir keçsinlər. Analiz versinlər. Diyeta üçün aslanlı əsasən motivasiya önəmlidir, yoxsa disiplin vacibdir? Disiplin üçün də motivasiya lazımdır. Yəni disiplin üçün motivasiya şərtdir. Motivasiya yoxdursa disiplin də olmayacaq. Ancaq bəzi insanlar var ki, özü-özünə motivasiyadır və disiplini özü yaradır. Təəssüflər olsun ki, bu çox azdır. Yəni ona görə bizə ehtiyac var. Motivasiya da verirəm, disiplini də yaradıram, menyunu da bir tərəfdən verirəm. Mümkün deyil o arıqlamasın. Mümkün arıqlamayınca da buraxmıram. Mənə lazım deyil o ay-bay mənə ödəniş eləsin.
Mümkün deyil. Yəni özü məndən bezib sağ ol, da vsyo da deməyincə mən aldığım ödənişin haqqını sonuna qədər verməyin tərəfdarıyam. Çünki həqiqətən o deyir, hər öz ayağından asılacaq. Mən orada asılanacaq nəsə qoymaq istəmirəm o dünyaya. Səbəb qoymursunuz da yəni. Bəli, nə varsa burada həll eləyək. Çünki o insan mənə ödəniş elədi. Mən onun haqqını necə lazımdır burada verməliyəm ki, o tərəfə o nə puldur ki, o nədir ki, ora getsin. Getməsin. Burada həll eləyək. Ona görə o məqsədi nədir mənə yazılanda arıqlamaq, arıqladıram, yola salıram. Düzgün şəkildə, sağlam şəkildə buna mütləq. Sizə müraciət edən ilk pasiyentinizi xatırlayırsınız? Xatırlayıram. Gülmira xanım. Ay, unutmuram. Hətta bəlkə də indi bunu eşidəcək, görəcək, bilmirəm. Uzun müddətdə artıq neçə illərdir. Yəni xəbərim yoxdur, izləyir və ya nəsə. Ancaq onu heç vaxt unutmuram. Gülmira xanım ilk canlı konsultasiya alan pasiyentim olub. Ümumiyyətlə mən bir çox pasiyentlərimi tanıyıram. Demək olar hamısının da bir müəyyən özlərinə xas nəsə yadımda qalır. Məsələn, biri deyir ki, tutalım deyirəm, mən çörək yeyəndə qəbz oluram. Birini belə xatırlayıram. Birini, nə bilim, süd yeyəndə belə köpürdüm. Hamısında fərqli nələrsə olur. Onları o formada yəni xatırlayıram və indiyə kimi nəzərə alsaq ki, mən yüzlərlə, minlərlə insanla çalışmışam. 2017-dən bu yana menyu verirəm və çox şükür ki, Instagramda bu qədər böyük algoritm yəni insana sahibəm. Ona görə çox şükür həm məni izləyən insanları da bir növ özümə bənzədirəm. Belə kəndini bəyənmişlik çıxmasın. Həqiqətən təvazökar, yüksəldikcə incəlməyi bacaran, daha belə çox mütəvazi insanlarla doludur mənim izləyicilərim. Adətən səhifələrə baxıram, həqiqətən fərqli insanlar falan belə qınaq obyekti olur da, həmin o post paylaşan şəxslər. Bəzən elə təbii ki, bəzən qınanılası da postlar, videolar olur. Amma ümumilikdə mən çalışıram ki, kütləyə çata bilirəmsə, onlara müəyyən bir fayda verə bilim. Fayda verməyəcəmsə, bu insan məni izləsin. Bu mənə niyə izləyib o qısacıq vaxtını mənə niyə ayırsın? Ona görə məncə mən internetin, məncə mən sosial medianın haqqını kifayət qədər verirəm. Çünki səhifəm doludur ancaq faydalı məlumatlarla. Fərdi rejim ala bilən yazılır, faydalanır. Ala bilməyən xalq, kütlə ödənişsiz faydalanır. Minlərlə insan var ki, geri dönüş eləyir. Yəni, mənim xəbərim olmadan insanlar düşünün, dua eləyir. Yəni, bundan gözəl nə ola bilər? Hazırda da Ramazan ayından fürsət bu fürsət. Fürsəti qaçırmadım. Pul qazanmağı qoydum kənara ki, rahat-rahat qazana da bilərdim. O menyuları mən sata bilərdim Ramazan menyusu kimi. Ramazan menyusunu kütləyə açıq paylaşdım. Tək ki, izləyicilərimin, hər zaman deyirəm, məni fitnə fəsadsız izləməyi bacaran, belə xısın-xısın deyil də, açıq-aşkar izləyib faydalanmağı bacaran kütləmin halal-halal xoş olsun bu menyular. Ümid edirəm ki, faydalanırlar, hətta gözəl geri dönüşlər də eləyirlər. Ki, sayənizdə keçmiş Ramazanda olduğu kimi daha yorğun olmuruq, enerjisiz olmuruq, şirniyyat asılığımız yoxdur. Çünki düzgün o ödənişsiz menyudan faydalanırlar. İndi biz vaxt bizə iftara az qalır getdikcə. Amma suallarımız da çox idi deyə. Amma eybi yox. Biz bir dəfə yox, bir neçə dəfə, ikinci, üçüncü dəfə də ümid edirəm. Biz bu sağlam həyat haqqında, qidalanma haqqında mövzumuza toxunacağıq podkastımızda. Amma son olaraq izləyicilərə, həm mənim YouTube kanalı izləyicilərinə, həm öz izləyicilərinizə nə deyərsiniz burada? Bütün bizi izləyən hamıya sevgilərimi göndərirəm buradan. Özünüzün dəyərini bilin. Mən çox kamera məni çəkir. Çünki sizin özünüzdən başqa heç kimi yoxdur. Öz orqanizminizə köklənin, görün nə istəyir. Şirniyyat istəyirsə, biraz əsəbinizi, stressinizi azaldın. Maqni ehtiyacınızı təmin etməyə başlayın, analizlər verin. Çörək asılılığı varsa, analizlərdən bir keçin, yoxladın. Sən niyə bu qədər çörəyə asılısan, onu tapsın, çıxartsın. Məsələ odur ki, öz orqanizmimizin qayğısına qalaq və onu unutmayaq. Leyla xanım, çox sağ olun dəvətimi qəbul etdiyiniz üçün, dəyərli sözləriniz və fikirləriniz üçün minnətdaram sizə. İnşallah xeyirli görüşlərdən.
və Təşəkkürlər. izləyiniz sayı çoxalar, xeyriniz də daha çox dəyər. Minnətdaram sizə. Allah razı olsun. Təşəkkürlər. Çox sağ olun. Siz sağ Sizdən olun. də həmçinin. Çox sağ olun.